Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bu dərsimizdə buluğ, yəni yetkinlik məsələsi haqqında danışmaq istəyirəm. Mövzunun özü haqqında danışmadan öncə onun səmərəsindən, yəni bizlərə yönəlik praktik faydasından bəhs eləmək, başqa sözlə bu haqda bilmək nəyə lazımdır, bu bilgi bizə nə qazandıracaq kimi suallara cavab vermək istərdim. Beləliklə, buluğ hökmlərini bilmənin səmərəsi, praktik faydası nədir? İnsanların dini və dünyəvi müstəvidə müxtəlif hüquqi statusları vardır. Bu statuslar fərqli dəyərlər əsas alınaraq verilir. İnsan dünyaya gəldikdə dinimizə görə sırasıyla aşağıdakı hüquqi statuslara tabe tutulur. Birincisi, sabi. Anadan olduqda təqribən 7 yaşa qədər uşaqlara mütləq olaraq bu ad verilir. İkincisi, mümeyyiz olan sabi. Uşaq təqribən 6-7 yaşına çatıb yaxşını pisdən seçəcək nisbi ağıllılıq mərhələsinə gəldikdə əlavə olaraq mümeyyizlik vəsfi qazanır. Üçüncüsü, murahiq olan sabi. Oğlan uşaqları 12, qızlar 9 yaşını tamamladıqda yetkinliyə potensial namizəd olurlar və bu andan etibarən murahiq və murahiqa adını alırlar. Dördüncüsü və ən önəmlisi baliq, yəni yetkin. Murahiq mərhələsindəykən müxtəlif əlamətlərlə və ya 15 yaşını tamamlamaqla uşaqlar artıq baliq, yetkin sayılır və digər yetkin insanlar kimi mükəlləf olurlar. Təbii ki, bu mərhələlərin hər birinin özünə məxsus hökmləri var. Lakin bunlardan ən önəmlisi uşaqların buluğa çatması, yetkin olmasıdır. Məhz bu keçid tam mənada uşaqlıqdan böyüklüyə keçiddir və bu mərhələdən sonra insanın hüquqi statusunda köklü dəyişikliklər olur. Məsələn, fiqh kitablarının müxtəlif bablarına nəzər salsaq, namaz, oruc və bənzəri bir çox ibadətin vücub şərtlərində, yəni vacibliyi üçün tələb edilən şərtlərdə, bir çox cəzaların tətbiqi şərtlərində, qazilik və bənzəri vəzifələri üstlənmə tələblərində baliğlik ifadəsini, şərtini görə bilərik. Baliq olmayanın verdiyi əzan yetərlidirmi? Uşağın cənazəni kəfənləməsi fərz-ü kifayə məsuliyyətini aradan qaldırarmı? Verilən salamı alması digərlərini məsuliyyətdən azad edərmi? Qadın baliq olmayan məhrəmi ilə səfərə çıxa bilərmi? Qadın baliq olmayanların önündə örtünməlidirmi? Baliq olmayana zəkat, fitr sədəqəsi və onun sahib olduğu torpaqdan uşur ödəmək vacibdirmi? Uşağa verilən zəkat keçərlidirmi? Uşağın cihadı məqbuldurmu? Uşağın hilalı görmə şəhadəti, məhkəmədə şahidliyi məqbuldurmu? Baliq olmayanın İslamı və riddəti, yəni dindən dönməsi keçərlidirmi? Uşağın kəsdiyi heyvanın əti yeyilərmi? Bu və bənzəri çoxsaylı sualların cavabında nəticə əldə eləmək, uca Allahın bizdən tələblərini lazımi şəkildə yerinə yetirmək üçün insanlara baliq, yetkin statusunun necə verildiyini, uşaqlığın nə zaman bitdiyini bilmək şərtdir. Şəriətimizdə baliqlə uşaq arasında fərq qoyulan onlarca məsələ vardır və bizlər bu ikisini ayıran sərhəddi öyrənmədən hökmləri tətbiq edə bilmərik. Dolayısıyla bu bilgi onlarca hökmün tətbiqində bir mənada açar rolunu oynayır. Səmərəsi, praktik faydası bundan ibarətdir. Sadə bir misal verəcək olsaq, uşağa namaz fərz deyil, lakin baliğə fərzdir və bu hökmü reallaşdırmaq ancaq baliği uşaqdan seçə bilməklə mümkündür. Buluğa çatmamış insanların əhkamı Hənəfi alimlərindən Məcduddin Əl-Usruşani tərəfindən Cəmi'u Əhkəmis Siğar adlı orijinal bir çalışmada bir araya toplanmışdır. Kitab ərəb dilində mətbu olmaqla yanaşı İbrahim Canan tərəfindən türk dilinə tərcümə edilmiş və 1984-cü ildə Cihan Yayınları etiketi ilə çap edilmişdir. Nadir kitab saytlarından əldə eləmək mümkündür.
Beləcə məsələ haqqında bilginin çox önəmli, faydalı olduğu sabitdir və müsəlmanların bu mövzuya xüsusi diqqət göstərmələri qaçınılmazdır. Bu məsələ fiqhin stratejik məsələlərindəndir. Buluq məsələsini bilmənin səmərəsini anladıqdan sonra tövfiq yalnız Allahdandır deyək və mövzunun özünə keçək. Mövzunun özü ilə bağlı birinci başlığımız buluğun müzakirə zamanı. Yəni, buluq əlamətləri nə zaman müzakirəyə açıqdır? Uşaqların yetkinliyə çatmasının müzakirəsi, buluq əlamətlərinin diqqətə alınması mütləq olmayıb, müəyyən yaşdan sonra aktuallıq qazanır. Bir uşağın buluğa çatma iddiası oğlandırsa 12 yaşını, qızdırsa 9 yaşını tamamladıqdan sonra diqqətə alınır. Bu həddə qədəm basanlara yuxarıda qeyd etdiyimiz kimi murahiq, yəni yetkinliyə namizəd deyilir. Bu yaşa gəlməyən uşaqların buluq iddiaları qəbul edilməz, diqqətə alınmaz. Nəticə olaraq buluğun alt sərhəddi cinslər arası fərqli olmaq üzrə 9-12 yaşın, üst sərhəddi isə hər iki cins üçün 15 yaşın tamamlanmasıdır. Mövzu ilə bağlı ikinci başlığımız buluğa nə ilə hökm edilir? Buluğa hökm edilməsi iki şəkildədir. Həqiqətən, yəni əlamətlərə görə və hökmən, yəni yaşı əsas alaraq. Oğlan üçün buluq əlamətləri aşağıdakılardır. Birincisi inzal. Cinsi əlaqə, sevişmə, əllə müdaxilə, baxış, toxunma, düşünmə və hər hansı bənzəri bir yolla məninin, spermanın gəlməsi, başqa sözlə boşalma. İkincisi ihtilam. Yuxuda görülən şeylər nəticəsində məni gəlməsi, yuxuda cünub olmaq. Üçüncüsü ihbal, hamilə buraxmaq. Yəni oğlanın qarşı cinsi hamilə buraxması. Əgər murahiqdə, yəni buluğa potensial namizəd olan oğlanda bu əlamətlərdən biri ortaya çıxarsa həqiqətən, ortaya çıxmazsa 15 yaşını tamamlaması ilə hökmən baliq, yəni yetkin qəbul edilir. Qız üçün buluq əlamətləri isə aşağıdakılardır. Birincisi heyz. Xalq arasında aybaşı olaraq bilinən axıntıların başlaması. İkincisi inzal. Cinsi əlaqə, sevişmə, əllə müdaxilə, baxış, toxunma, düşünmə və ya hər hansı bənzəri bir yolla məninin, spermanın gəlməsi, başqa sözlə boşalma. Üçüncüsü ihtilam. Yuxuda görülən şeylər nəticəsində məni gəlməsi, yuxuda cünub olmaq. Dördüncüsü hamiləlik, yəni qızın hamilə qalması. Əgər murahiqada, yəni buluğa potensial namizəd olan qızda bu əlamətlərdən biri ortaya çıxarsa həqiqətən, ortaya çıxmazsa 15 yaşını tamamlaması ilə hökmən baliq, yetkin qəbul edilir. Bu əlamətlərin varlığı adətən uşaqların özü tərəfindən bildirilməlidir. Dolayısıyla valideynlərin öncə öz övladlarına bu əlamətləri uyğun bir dillə izah etmələri, onları ümumi bir nəzarətdə saxlamaları lazımdır. Burada valideynin məsuliyyəti uşaqdan daha çoxdur. Buluqla bağlı zikr etdiyimiz bütün bu əhkamlar Hənəfi fiqhinə əsasən idi. Subhanəkəllahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və ətubu ileyk.